Aha, başlaya bilərik. Axşamınız xeyir, bəli müəllimlər. Ödənişsiz qoşulan ümumi paylaşmışam linki ki, qoşulub dərslərin gedişatı ilə maraqlana bilərsiniz, baxa bilərsiniz, bəli. Məktəbə qədər mix sertifikasiya hazırlığı, təbii ki. Deməli müəllimlər, bugün məktəbə hazırlığın təşkili qaydalarında biz deməli məktəbə hazır olmaq, ümumiyyətlə oxumaq, yazmaq, saymaq bilirik ki, biz o demək deyil ki, biz məktəbə bugün akademik tipli baxımdan hazır olaq. Yəni akademik tipli deyərkən oxuma, yazma öyrətdim uşağa, vəssalam, bu uşaq məktəbə hazırdır. Ən azından yazmağı bilir, ən azından əli qələm tutmağı bilir, ən azından oxu bacarıqları, hərfləri tanıyır, əlifbanı bilir. Demək deyil məktəbə hazırlaşmaq təbii ki. Yəni bugün məktəbə hazır olmaq deyərkən, təbii ki 5-6 yaş dönəminin sonunda ümumiyyətlə məktəbə hazır olmaq deyərkən hər birini əhatə edəcək şəkildə, hər bir inkişaf sahəmizi əhatə edəcək şəkildə hazır olmaq deməkdir ki, çünki biz bilirik ki, məktəbə qədər dövrü bitirmiş bir uşaq, yəni bağça dövrünü keçmiş bir uşağın təbii ki, bağçaya getməyəcək bir uşaqdan əsaslı dərəcədə fərqi var ki, bir uşaq var, məktəbə gəlir, 1-ci sinifə, evdən gəlir. Bir uşaq var ki, tam hazır məktəbə qədər müəssisəni bitirib gəlir. Görün, nə qədər fərq var o uşaqlar arasında təbii ki. Və bugün bir uşağın məktəbə getməsi üçün, yəni 1-ci sinifə qədəm qoyması üçün onda bir, belə deyək də, emosional baxımdan bir inam yaratmaq, ruh, belə deyək də, motivasiyası yaratmaq, özgüvən yaratmaq, formalaşdırmaq üçün uşaq nə fikirləşir? Sanki düşünür ki, məktəbdə də yəni gedəcək həmin o mühiti, yəni bağçada gördüyü mühiti məktəbdə də davam edəcək. Öz sinif yoldaşlarının onunla səmimi yoldaşlıq münasibətləri qurması, sosial-emosional mühitinin daha da təkmilləşdirilməsi, uşağın belə deyək də motivasiya, bağçada gördüyü motivasiyasını belə deyək də məktəbdə də davam etdirməsi. Yəni bu daha çox uşaqların emosional baxımdan özünü bir növ biz indi keçəcək emosional iradi hazırlıqda deyəcəyik biz bunu ki, uşağın məktəbə getməsini sevinclə gözləməsi, yəni ümumiyyətlə öz emosiyalarını, öz davranışlarını idarə edə bilmək bacarığı təbii ki. Və buna görə də hər şeyin əvvəlində, başında duran inamdır, inancdır yəni. Buna görə də biz bugün bu yaşda uşaqların məktəbə hazırlığını istənilən, yəni tam səviyyədə, tam pedaqoji belə deyək də prinsiplərə tələb belə deyək də davam edəcək səviyyədə biz təşkil edə bilmiriksə, hansı ki o prinsiplərə cavab verəcək şəkildə təşkil edə bilmiriksə, biz gələcəkdə onun yenə adaptasiya problemi yaşayacağıq, adaptasiyasında da problem yaşayacağıq, ümumiyyətlə təlimdə uğurlarında da biz problemlər yaşayacağıq. Ona görə də biz bugün uşağın nə dərəcədə məktəbə hazırlığından əmin olmaq üçün ilkin olaraq fiziki hazırlıq. Fiziki hazırlıq nədir müəllimlər? Ümumiyyətlə, fiziki hazırlıq biz fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, yəni birinci inkişaf sahəmiz olan fiziki hazırlıq inkişafda biz nə qeyd eləmişik? Uşaqların ümumiyyətlə böyük kiçik motor bacarıqları bizim gözümüzün önünə gəlməlidir ki, biz bunu təbii ki, şəxsiyyət yönümlü, didaktik prinsiplə psixomotor bacarıqları ilə veririk. Hansı ki, bugün uşaq əgər tam sərbəst, müstəqil sürətdə, belə deyək, özünə xidmət bacarıqları, ən əsası, ələxüsus, özünə xidmət bacarıqları uşaqda formalaşdıra bilmişiksə, uşaq tam, belə deyək də, özünə qulluq qaydalarını, ən azından, görürsünüz, burada da qeyd olunub ki, ayaqqabısının bağını bağlaması, köynəyinin düyməsini bağlaması kimi bu tipdə elementar əgər əmək bacarıqlarına, özünə qulluq bacarıqlarına yiyələnə bilirsə, deməli, bu gələcəkdə də artıq onun məktəb dövründə qələm tutma bacarıqlarına da münbit bir şərait yaradacaq ki, biz 3 barmaq texnikasını ələxüsus qeyd edirik ki, birinci körpələr qrupundan etibarən təsviri fəaliyyət məşğələsi keçəndə daha geniş ətraflı məlumat verəcək ki, biz 3 barmaq texnikasını uşaqlara daha erkən yaşlarda mənimsədirik. Yəni, bugün uşaqların körpələr dönəmindən, körpələr qrupundan yaşlarından tutmuş, ta ki məktəbə hazırlığa qədər uşaqların kiçik motorikasına olduqca böyük əhəmiyyət veririk.
Aha, daha bir məsələ. Yəni görürsüz kiçik motorikanın inkişafı ələxüsus vurğulanır burada. Daha sonra sensomotor və məkan koordinasiyası. Sensomotor və məkan koordinasiyası nədir müəllimlər? Ümumiyyətlə uşaqlarda biz bunun tam normal səviyyədə inkişaf etdirmək üçün biz məkana koordinasiyasını belə deyək, stimullaşdırmaq üçün uşaqların daha çox psixomotor fəaliyyətlərinə deməli əhəmiyyət verməliyik ki, çünki uşaqların qaçması, oynaması, tullanması, mühüm mütəhərrik belə deyək də hərəkətlərin yerinə yetirilməsi o qədər də belə deyək onun məkana uyğunlaşmasında, onun sensormotor, görürsüz motorika deyirəm, sensormotor, ümumiyyətlə sensormotor, sensor toxunmaq deməkdir. Sensormotor da özündə belə deyək də bütün bu motorikanı özündə psixomotor bacarıqlarını təkmilləşdirərək uşaqların inkişafının əsas göstəricisidir ki, çünki hərəkətlər stimullaşdıqca onun məkana koordinasiyası, məkana uyğunlaşması artıq baş verir uşaqda, getdikcə təbii ki, inkişaf edir və burada təbii ki, uşağın sağlamlığının bilavasitə, çünki fiziki inkişaf, sağlamlıq təhlükəsizlikdə olduqca sağlamlıq biz önəmlidir ki, uşağın sağlam durumu, vəziyyəti nəzərə alınır, uşaq orqanizminin fizioloji olaraq yetişkənlik prosesi nəzərə alınır, uşağın orqanizmində nə dərəcədə funksional dəyişiklik var, nə dərəcədə uşağın fizioloji yetişkənlik prosesi davamlı olaraq inkişaf edir. Eyni zamanda uşaqların hərəki fəaliyyətində, yəni biz psixomotor deyərkən həm böyük motorikanı, həm kiçik motorikanı vurğulayırıq. Hərəki fəaliyyət, fiziki hərəkətlərdə daha çox böyük motorikanı və ələxüsusda uşaqlarda xırda motorikanı, yəni əl barmaq əzələlərinin koordinasiyasının inkişafını vurğulayırıq. Eyni zamanda həm fiziki, həm də əqli, yəni zehni qabiliyyətin vəhdətdə inkişafını əsas məsələ fiziki hazırlıqda bugün vurğulamış oluruq. Deməli, necə ki, məktəbə qədər dövrdə biz birinci inkişaf sahəsi olaraq fiziki inkişaf, sağlamlıq, təhlükəsizliyin bildiyiniz kimi həm uşağın həyata gəldiyi andan onun fiziksel olaraq inkişafı, bədən orqanizminin inkişafı, fizioloji belə deyək də quruluşu, eyni zamanda onun sağlamlığı, eyni zamanda təhlükəsizliyi bugün bizim məktəbə hazırlıqda fiziki hazırlığı olduqca önəmli, yəni ilkin pilləyə çəkməmizə gətirib çıxardır. Daha sonra biz şəxsiyyət yönümlü hazırlığı görürük burada. Bəs yaxşı, şəxsiyyət yönümlü hazırlıq nədir? Niyə bugün biz məktəbə qədər yaşlı uşaqlarda belə deyim də şəxsiyyət yönümlünü daha çox önəm götürürük? Düzdür, şəxsiyyət yönümlü adı üstündə şəxsiyyət. Uşağın bir şəxsiyyət kimi yetişməsi, uşağın şəxsiyyət kimi yetişməsində biz vacib komponentlər nəyə qeyd edirdik? İdrak idi, idrak, eyni zamanda ünsiyyət idi, eyni zamanda psixomotor bacarığı idi və təbii ki, səslər bağlı olsun müəllimlər. Dərsimi pozmayın, zəhmət olmasa səslərə diqqət yetirin. İdrak idi, ünsiyyət idi, psixomotor bacarıq və dəyərlər idi təbii ki. Və bugün bu prosesdən, belə deyək, bu 4 vacib komponentdən biri pozulduğu təqdirdə, yəni tutalım ki, idrakımdır, ünsiyyətimdir, yəni uşağın idrakı, yəni İdraki inkişaf sahəsi yüksək inkişaf etmiş uşaq yetişdirmişəm. Qavrama potensialı, mənimsəmə potensialı yaxşı inkişaf etmiş bir uşaq yetişdirirəm. Eyni zamanda onun ünsiyyət tələbatları da keçəndə təbii ki, hər birinə ayrılıq gətirəcək idrak tələbatı, ünsiyyət tələbatı, emosional tələbat və bugün ünsiyyət bacarıqları, yəni kommunikativ bacarıqları inkişaf etmiş deməli uşaqları, yəni həm idraki, həm ünsiyyəti yaxşı inkişaf edib, eyni zamanda psixomotor bacarığı, fiziki hazırlıqda qeyd etdim. Bəs dəyərlər nədir? Dəyərlər də ki, uşaqların əxlaqi tərbiyəvi ruhda yetkinləşməsi, yetişməsi deməkdir ki, bugün bu dördündən biri çatışmayada, deməli bu şəxsiyyət yönümlülüyünün bütövlüyü pozulmuş olur. Yəni pedaqoji prosesin tamamlığı pozulur, şəxsiyyət yönümlülüyü pozulmuş olur. Bəs yaxşı, şəxsiyyət yönümlü tipdə hazırlıq nə deməkdir? Bugün uşaqda müstəqil belə deyək də bacarıqlar formalaşdırıram. Uşağın sərbəstliyi, müstəqilliyi, azadlığı, təbii ki, aktiv fəal prosesin iştirakçısı olması qeyd edirəm. Çünki uşaqda bir fəallıq, aktivlik yaratmalıyam. Ələxüsus şəxsi və sosial məsuliyyət səriştəsi formalaşdırmalıyam. Çünki məsuliyyət olduqca vacib bir faktordur müəllimlər. Məsuliyyət və eyni zamanda təşəbbüskarlıq ki, təşəbbüskarlıq nə deməkdir? Yəni uşağı nəyəsə sövq et. Uşağın
aktiv, fəal surətdə təşəbbüs göstərməsi, yəni uşaq başqasını gözləməsin, uşaq müəllimi gözləməsin. Hər bir uşağın özünün fikri olmalıdır. Özünün müstəqil belə deyək də fikir azadlığı olmalıdır. Uşaq müstəqil surətdə, sərbəst surətdə öz təşəbbüsünü irəli sürməyi bacarmalıdır. Yəni bu gün şəxsiyyət yönümlülüyünün birinci şüarı bax budur. Yəni bu cür tipdə hazırlıq. Bəs yaxşı, ikincidə əsas nəyə dinləyir? Məsələn, deyirik ki, başqasını dinlə və hərəkətlərini onunla razılaşdır. Yəni səndə dinləmə bacarığı. Yəni biz bu gün bir uşaqda dinləmə bacarıqları formalaşdırmalıyıq. Çünki hər bir uşağın öz belə deyək də, hər bir şəxsin öz şəxsi, fərdi maraqları, cavabları, fikirləri olduğu kimi hər bir uşaq özü müstəqil surətdə fikir yürüdə bildiyi kimi, mülahizə yürüdə bildiyi kimi qarşı tərəfi də dinləmə bacarığı uşaqda olmalıdır ki, ən azından o hərəkətlərini onunla razılaşdırmağı bacarmaq bu gün nə deməkdir? Yəni komprimizə getməyi də bilək, güzəştə getməyi də bilək. Ən azından qarşı tərəfi qəlbinə toxunmadan onunla ortaq məxrəcə gəlib razılaşma bacarıqları da yəni formalaşdıra bilək. Ələxüsus burada təbii ki, dinləmə bacarıqları önəm daşıyır, yəni. Və bu gün belə deyək də uşaqlarda qaydaların tətbiq olunması, yəni artıq böyük qrup etibarilə biz qaydalara əməl etmə görürük demişdik. Çünki əməkdaşlıq motivləri, ilkin əməkdaşlıq motivləri 4-5 yaş qrupundan etibarən formalaşdığı kimi və müəyyən edilmiş qaydalara riayət etmək, görürsünüz, burada da qeyd olunur. Qoyulmuş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq. Bu nə deməkdir? Yəni qrupa adaptasiya olsun uşaq. Çünki bir uşaq məktəbə gedəndə onun əsas sosial bacarıqları da önəm daşıyır. Çünki bir uşaq özünə qapanıq uşaq olarsa, o uşaq asosialın həddinə gəlib çatırsa artıq, o artıq bir ağır dərəcə kimi asosiallığa gətirib çıxaran bir problem olursa, təbii ki, sabah bu uşağın məktəbdə də çox çətin olacaq. Yəni həm qrupa adaptasiyasında, həm yoldaşlarla belə deyək kommunikativ əlaqələrində, eyni zamanda əməkdaşlıq bacarıqları, yoldaşlıq, komprimizə getmək, razılığa gəlmək bacarıqları, yəni bunların hər biri minimuma yenir, sıfıra yenir. Ona görə də bugün qaydalara riayət etmə bacarıqları, uşaqlara qayda nədir onu anlatmaq, uşaq bilməlidir ki, qaydanın vacibliyi nə demək, nə dərəcədə qayda bugün bizim həyatımızda vacibdir ki, biz o qaydalara əməl edək, riayət edək, yəni şəxsi və sosial məsuliyyətin formalaşdırılması, eyni zamanda qruplarda çalışmaq, qrupla ayaqlaşa bilmək bacarığı. Daha sonra ünsiyyətin özünə qiymətləndirmənin formalaşması. Yəni, ünsiyyət zaten əvvəldən demişdim ki, sosial bacarıqlar, yəni bunun sosial hazırlıqda daha da açıqlamasını verəcəm. Ünsiyyət, yəni uşaqlarda dil tapma bacarığı, uşağın ən azından fikrini izah etməsi, şərh etməsi. Çünki ünsiyyətin bugün ünsiyyət səriştəsi olaraq açar sözlər nə deyirdik? Şərh etmək, izah etmək, fikrini qarşı tərəfə çatdırmaq, uşağın ən əsası nitq-qitlərini riayət etməsi, uşağın normal belə deyək, dialoji nitqə yiyələnmə bacarığı, ünsiyyətin açar sözləridir və özünə qiymətləndirmənin formalaşması. Yəni uşaq ən azından özünü qiymətləndirməyi bacarsın, ən azından özünü müdafiə etməyi bacarsın, ən azından öz fikrini, öz ideyalarını, öz mülahizələrini həyata keçirməyi, sübuta yetirməyi, öz fikrini müdafiə etməyə bacarsın. Yəni bu da təbii ki, gəlir şəxsiyyət yönümlüyə belə deyək də stimullaşır. Yəni şəxsiyyət yönümlülüyünün bugün idraki, ünsiyyəti, psixomotor dəyərləri bax bu şəxsiyyət yönümlü hazırlığın da içərisində özünü yer tapmış olur. Ələxüsus deməli əməkdaşlıq motivləri biz burada gördük. Deməli biz şəxsiyyət yönündə daha çox görürsüz sosial-emosional inkişaf sahəsinin, idrakdan çox sosial-emosional inkişaf sahəsinin açar sözlərini burada görmüş oluruq. Çünki uşağın müstəqilləşməsi, uşağın sərbəst olması, uşağın fəal fəaliyyətə sövq edilməsi, təşəbbüskarlıq kimi bacarıqlar, digər tərəfi dinləmək, qarşı tərəfi dinləmək, yəni nə qədər öz fikrin olsa da, öz fikrini səslənsə də uşaqda öyrətmək lazımdır ki, uşaq bir ətrafı da dinləyə bilsin, yəni ən azından komprimizə getməyə bilsin, ən az razılığa gəlmə bacarıqları formalaşa bilsin. Yəni bu hər biri görürsüz şəxsiyyət yönümlüdə toplanır. Bəs yaxşı, intellektual hazırlıq nədir? İntellektual gördünüzsə müəllimlər gözünüzün qabağında idrak gəlir. Yəni idrak deyərkən əqli qabiliyyət gəlir. Yəni bugün idraki proseslər deyərkən təfəkkürüm olsun, təxəyyülüm olsun, ələxüsus obrazlı təfəkkür, təxəyyül, yaradıcılıq
inkişafı gedir. Çünki təfəkkür, təxəyyül bir gedir. Çünki təfəkkür biz bilirik ki, təfəkkür zehindir, beyindir, uşağın tənqidi təfəkkür qabiliyyətidir, uşağın belə deyək də analiz etməsi, sintez etməsi, uşağın tədqiqat aparması, tədqiq edərək öyrənməsi, araşdırması, bunlar hamısı tənqidi kritik təfəkkür deməkdir. Yaxşı, obrazlı təfəkkür nədir? Obrazlı təfəkkür nə isə bir əşyanı mı deyim, canlı varlığı mı deyim, predmeti mi deyim, obrazını göz önündə belə deyək, göz önünə gətirərək, göz önündə canlandıraraq onun obrazını xəyali olaraq düşünməsi bir növ təxəyyülə gətirib çıxarır ki, uşaq nə üçün biz bugün təfəkkürü idrak, təxəyyülü yaradıcı götürürük. Yəni psixi proseslərdə biz təfəkkürü konkret olaraq idraki inkişaf sahəsi, təxəyyülü isə estetik yaradıcı inkişaf sahəsi götürür. Çünki təxəyyül görəndə yaradıcılıq gözünüzün qabağına gəlsin. Yəni harda yaradıcılıq, kreativlik, səriştəsi görürsünüzsə, təxəyyül gözünüzün qarşısına gəlsin. Eyni zamanda məntiqi təfəkkürün inkişafı, bəli. Çünki bugün idraki fəaliyyət vasitələri, bax qeyd etdiyim kimi müqayisə etməsi olsun, təfəkkürdür, analizi, klassifikasiyası, ümumiləşdirməsi, təsnifat aparması, qruplaşdırması, bunlar hamısı tənqidi təfəkkürün açar sözləridir. Aha, idraki fəaliyyət vasitələrinə, yəni ana dilinə və nitqin əsas formalarına, hansı ki nitqin əsas formaları hansıdır? Dialoji və monoloji nitq, dialoq və monoloq. Digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə yiyələnmək. Bəli. Yəni bugün uşaq intellektual hazırlıqda nələrə yiyələnir? Təfəkkürü formalaşır, təfəkkür vasitəsilə uşaq artıq mən dedim axı tənqidi düşünərək, tənqidi kritik təfəkkürə yiyələnərək, tənqidi düşünmə nədir? Uşaqların müqayisə etməsi, uşağın tədqiqatlar aparması, uşağın ümumiləşdirmələr aparması və daha sonra artıq təfəkkür sayəsində uşağın nitqə yiyələnməsi. Nitqə, yəni bugün uşağın rabitəli nitqə gedən yolu. Eyni zamanda müxtəlif uşaq fəaliyyət növlərinin daxilində təlim elementlərinə yiyələnmə. Təlim elementləri nədir? Məsələn, müxtəlif fəaliyyətlər təşkil edirsiniz. Əsas təlim öyrədici deməkdir. Öyrədici xarakter daşıyır. Bugün məşğələlər keçirik. Məşğələlərimizin əsas məğzi, mövzusu nədir? Öyrədici koqnitiv xarakter daşıması. Çünki uşaq oradan nə isə mənimsəyir. Eləcə də quraşdırması olsun, rəsm yapma və s. müxtəlif oyunlar olsun. Yəni bunlara yiyələnir. Yəni təlim elementlərinə yiyələnməsi müxtəlif növ, yəni bugün uşaqların legolarla tutalım konstruktor fəaliyyətində uşağın öyrədici, yəni intellektual biliyə sahib olması. Rəsm olsun, bəli, rəsm yaradıcıdır. Ən azından uşağın üç barmaq texnikası qeyd etdik, motor bacarığının inkişafı qeyd etdik, uşaqda bir estetik zövqün inkişafı qeyd etdik. Yapma fəaliyyəti onun kimi yenə kiçik motorikanın inkişafı, uşaqlarda yenə yaradıcı bacarıqlardır bunlar hamısı. Yəni bunlar kimi, bax bu kimi fəaliyyətlər uşaqların intellektual yönümlü inkişafına gətirib çıxarır. Eyni zamanda obyektləri, müəyyən bir predmetləri müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərə görə ayırmaq və nəticə çıxarmaq bacarığı. Bunların hər birini müxtəlif siz fəaliyyətlərdə verə bilərsiniz ki, uşaq tutalım fərqləndirsin. Uşaq etalonlara görə fərqləndirsin. Etalon nədir? Əşyanın əlamətləri. Əlamətə görə fərqləndirsin. Ən azından uşaq belə deyək, say fəaliyyətini bilsin. Ən azından uşaq rəng etalonu nədir bilsin, ölçü nədir bilsin, aydındırmı? Yəni bunlar bu kimi əlamətlərə görə müqayisə edərək qruplaşdırma aparmaq və sonda nəticə çıxarmaq, yəni analiz edib nəticə çıxarmaq, bunlar hamısı bugün bizim idraki, intellektual, kognitiv, öyrədici xarakter daşıyan hazırlığımızın içərisində yer alır. Bəs yaxşı, sosial hazırlıq nədir? Sosial adı üstündə sosial deməkdir, müəllimlər. Heç sosialı oxumadan belə insan sosial sözünü görüb ən azından testlərdə də bir məntiqi nəticə çıxara bilər ki, bugün sosial deyəndə gözümüzün qabağına ünsiyyət gəlir, kommunikasiya gəlir, cəmiyyətdə sosiallaşma gəlir. Çünki mənim ünsiyyətim olmasa, bugün mən özümü təqdim edə bilməsəm, bugün mən hansısa bir belə deyək, tədbirlərdə çıxış etmək qabiliyyətinə, nitq qabiliyyətinə malik ola bilməsəm, təbii ki, çünki ünsiyyətin əsas açar sözü nədir? Şərh etmək. İnsan bugün öz-özünü təqdim edə bilmirsə, ən azından nitq peşəkarlıq səviyyəsi yoxdursa, özü-özünü belə deyək də, tam danışığı ilə təqdimat apara bilmirsə, deməli o sabah cəmiyyət içində də adaptasiya ola bilməyəcək. Çünki bugün
ələxüsus, yəni ünsiyyət o qədər vacibdir ki, məsələn dedik ki, böyüklər və yaşlıları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydaları, yüksək mədəni davranış qaydalarının mənimsənilməsi. Bəli, mədəni davranış qaydaları sosialdır. Çünki qaydadır. Qayda özü sosial deməkdir. Yəni qayda bir nəfər üçün nəzərdə tutulmayıb. Qayda toplum üçün, qrup üçün, cəmiyyət üçün nəzərdə tutulur ümumiyyətlə. Yəni istər böyüklərlə olsun, istər yaşlıları ilə ünsiyyət olsun, ümumiyyətcə mədəni davranış qaydaları. Eyni zamanda öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması. Bəli, çünki bugün biz əxlaq normalarına biz nə deyirik? Bax, ictimai bir mühitə düşəndə, elə cəmiyyət içərisində olsun, həmişə deyirik ki, həmişə rəylərinizdə, danışığınızda, fikirlərinizdə ictimai qaydaları pozmayın. Əxlaq normalarına riayət edin. Yəni hər kəs danışığına, davranışına, nitqinə riayət eləsin. Yəni bax budur. Ən az ələxüsus həm hərəkətlərinə, həm də danışığına riayət etsin. Eyni zamanda sosial hazırlıqda əxlaq tərbiyəsi də yer alır. Çünki əxlaq sosial bir məfhumdur. Bugün əxlaq tərbiyəsi olduqca geniş bir, mücərrəd bir anlayışdır ki, çünki əxlaq tərbiyəsi insanın bir ömür boyu davam edəcək. Yəni hara getsəz əxlaq tərbiyəvi nümunəsi, yəni uşağın yəni baxın, dindirəndə bir uşağı görürsünüz ki, ən azından tərbiyəsinə fikir verirsiniz. Ən azından görürsünüz ki, bu uşaq yəni sözünü biləndir, davranışını, oturmasını, durmasını bilən bir uşaqdır. Ən azından tərbiyə alıb, ən azından yəni o görürsünüz, o kimi hərəkətlər, o kimi belə deyək də, xüsusiyyətlər biz görəndə bizə də çox xoş gəlir ki, hətta heyran olub ki, bu uşaq nə gözəl tərbiyəvi, nümunəvi bir uşaqdır, şagirddir. Yəni bu əxlaq təsəvvürləri, ümumiyyətlə vətəndaşlıq hissləri. Məsələn, biz şəxsiyyət yönümlünün də milli bəşər dəyərlərində demişdik ki, yəni ümumiyyətlə dəyərlər, yəni milli adət-ənənələrə hörmət olaraq, yəni biz mədəni müxtəliflik səriştəlicisi olaraq dünyəvilik prinsipi qeyd etmişdik. Təbii ki, digər millətlərə hörmət. Bunu təbii ki, hörmət, dözüm, tolerantlıq olaraq sosial-emosional inkişaf sahəmizdə vermişdik. Görürsünüz, yenə sosialdır. Yəni hər biri sosial-emosional inkişaf sahəsinin, belə deyək, açar sözləri, demək olar əsas məqamlarıdır ki, burada qeyd olunur sosial hazırlıq olaraq. Bəs yaxşı, ələxüsus ən vacib olan hazırlıqlarımızdan da biri emosional iradi hazırlıqdır ki, emosional iradi hazırlıq. Bugün iradi hazırlığın açar sözü, bax, iradi nədir? İradi, yəni deyirəm ki, nə isə bir şeyi həvəslə gözləməkdir. Daha çox emosiyalarımı, belə deyək də, emosiyalarımı tənzimləmə bacarığıdır. Çünki uşaqda bir məqsəd var, uşaqda bir həvəs var. Çünki uşaq niyə? Çünki tutalım ki, məktəbə getmək arzusunu uşaq qarşısına qoyur, gözləyir, onu reallaşdırmaq istəyir, o dönəmi keçir. Yəni onda artıq indidən bir ümidlə gözləmə uşaqda formalaşır. Ən azından bir məqsəd qoyur ki, məktəbə gedəndə dərslərimdən yaxşı qiymətlər alacağam, özümə yaxşı dost, yoldaş qazanacağam, müəllimimin ən sevimli şagirdi olacağam. Yəni bu gələcəyə yönümlü müsbət davranış modeli gözləmək, müsbət nəticələr gözləmək, məqsədli olmaq, nəticəli olmaq, ümidlə gözləmək emosional iradi hazırlıqda öz əksini tapır. Çünki deyilir ki, öz emosiyalarını və davranışlarını idarə etmək bacarığıdır. Və burada məsələn, hətta bir situasiya verir ki, uşaqların əksəriyyəti müəyyən müddət təbii ki, parta arxasında olaraq əyləşmək çətindir. Tənəffüs zamanı bitmiş dərsin kitab dəftərini çantaya belə toplamaq istəmirlər. Tez gedib oynamağa can atırlar. Təbii ki, ilk vaxtlarda, ilk baxışda bu belə olmalıdır. Çünki hər bir uşağın necə ki, bağçaya gələndə uşağa biz adaptasiya mühiti, gözləmə mühiti veririk, eləcə də məktəbdə. Bu daha çox bağça təlimi almamış, yəni məktəbə qədər təlim almamış uşaqlara daha çox xas olunur. Çünki ən azından bağça məktəbə qədər təhsilin heç olmasa 4-5 yaş qrupundan belə bağçaya getmiş uşaqlarda məktəbə gedəndə daha rahat olur onların adaptasiyası. Çünki onlar qrup nədir görüblər, qayda nədir bilirlər, müəllim belə deyək, uşaq münasibəti nədir bilirlər. Ona görə də onlara çətin olmur, yəni məktəbdə adaptasiya, parta arxasında oturmaq. Sadəcə olaraq nə çətin ola bilər? Oynamağa meyillilik. Çünki onlar hələ bir müddət tam dərsə fokuslana bilmirlər. Təbii ki, ilkin ay ərzində çətin olur, çətinliklər yaşanır. Çünki
Məktəb bilirsiniz ki, birinci sinif sürətli artıq yazma bacarığı ilə başladığı üçün, hecalama oxu vərdişi ilə başladığı üçün sürətli şəkildə, yəni onlar sıxıla bilər, onlar belə da görürsüz deyir oynamağa belə can atırlar. Onlarda oturma vərdişi çətin olur hələ ki. Emosiyalarına nəzarət daha çox oyun motivlərində formalaşır ki, onlar hətta öz çılğınlıqlarını, öz enerjilərini daha çox süjetli rollu oyunlar oynamaqla, hansısa bir oyun fəaliyyətində özlərini belə deyək də o vəziyyətdən çıxara bilirlər. Aha, və bu da təbii ki, bu oyunlardan istifadə də yenə uşaqlara müsbət yönümlüdür. Çünki onlar daha çox qaydalara riayət edirlər və bu da gələcəkdə öz davranışlarını idarə etmək. Çünki orada bir qayda olur. Yenə daha çox qaydalı oyunlar daha məqsədə uyğundur ki, çünki məktəb qaydalarına gələcəkdə qoyulmuş qaydalara riayət etmək onlara çətin olmasın. Onların gözündə asan olsun ki, və sonradan artıq tədricən, birdən-birə olmasa tədricən davranışlarını idarə etməyə başlayacaqlar, yəni. Aha, və ən əxsus emosional iradi hazırlıqda məqsəd və nəticə yönümlülük əsas olaraq götürülür. Çünki deyirəm ki, əvvəlcədən nəyisə gözləyirəm, ümidlə gələcəyə baxıram. Yəni, bax budur, emosiyalarımla iradi hazırlığım, yəni daha çox gələcəyə ümidlə baxmağım deməkdir. Bugün idrak proseslərinin inkişafını nəyə görə bugün biz məktəbə hazırlıqda götürürük müəllimlər? Çünki məktəbə hazırlığın təşkili qaydalarında biz fiziki hazırlıqdır, intellektual hazırlıqdır, daha çox sosial və emosional iradi hazırlığı qeyd etdik. Amma idrak proseslərinin inkişafı olduqca vacibdir. Çünki idrak proseslərimiz nədir? Bugün psixi proseslər. Digər adı psixi proseslərdir. Qeyd eləyək psixi proseslər. Çünki psixi proseslər bilirik ki, duyğulardan, körpələr dönəmindən duyğulardan tutmuş, ta ki yaddaşdır, qavrayışdır. Qavrayış özünü əvəzləyir, artıq keçir şüurlu mənimsəmə, təfəkkür, təxəyyül, diqqət, hafizə. Yəni bu kimi psixi proseslər olduqca vacibdir ki, çünki düzdür, biz psixi prosesləri ayrıca keçəcəyik. Yəni bu dərs psixi proseslər dərsi deyil. Sadəcə burada ümumiləşdirib qısa formada verib ki, tutalım diqqətin inkişafı nədir, hafizə nədir, niyə hafizə məktəbə hazırlıqda daha çox götürülür. Məsələn, təfəkkürdür, təxəyyüldür. Qısacası bax belə ümumiləşdirə gətirə bilərəm ki, diqqət budur ki, məsələn, diqqət tələb edən xüsusi tapşırıqlar uşağa biz veririk. Düzdür, məktəbə qədər dövrdə ən məşhur puzzle'lardır ki, məsələn, sadə formatda puzzle'ları təqdim edirsiniz uşaqlara, özünüz də görürsünüz, işləyən müəllimlər daha çox yaxşı bilir ki, bugün labirint tapşırıqları, labirint nədir? Yəni sadə elementar tapşırıqlar. Sadə tapşırıqları yerinə yetirə bilirmi uşaq? Uşaqda nə dərəcədə diqqət keçiciliyi var? Uşaqda nə dərəcədə ixtiyari diqqət formalaşır? Aha, bunu yoxlamaq istəyirlər. Sonra hafizə. Hafizə bilirsiniz ki, yada salma deməkdir. Hafizə əvvəlcədən belə deyək də mövcud, bizim beyin şemetamızda, sxemimizdə mövcud olan informasiyanın sonradan yada salınması deməkdir. Çünki deyirəm ki, əvvəlcə əşyaların təsvir olunduğu bir şəkli göstərirəm. Daha sonra şəkli götürüb uşaqdan sual ünvanlayıram ki, məsələn, şəkildəki əşyalardan hansı təsvir olunmuşdur? Bir çox cəm şəkildə təsvir olunmuş əşyaları uşaqdan soruşuram ki, hansı yadında qalıb? Yəni, düzgün görün bu uşaqda xatırlama bacarığı varmı? Bu uşaq bir yadına sala bilirmi? Yoxsa o saat baxdı, şəkilə elə bir anlıq baxdı, yadından çıxdı ki, yəni bəlkə də heç diqqətlə baxmadı. Çünki gözüm birinci baxır şəklə, düzdürmü? Göz baxanda demişik diqqət inkişaf eləyir. Çünki diqqət psixi prosesdə göz rol oynayır, hafizədə isə qulaq rol oynayır. Çünki hafizədə qulaq eşidir. Qulaq eşidir və başlayır yada salmağa. Deməli, mənim gözüm baxırsa şəklə, diqqətim baxırsa, deməli, mən diqqətlə baxmışamsa onu yadıma sala biləcəm. Çünki bir anda mənə müəllim şəkil müxtəlif əşyaların təsvir olunduğu şəkli göstərir. Daha sonra şəkli götürüb bir anda mənə sual ünvanlayır ki, şəkildə hansı əşyaların şəkilləri var idi? Yəni, nələr təsvir olunmuşdu? Yadında qalacaq əşyaları mənə qeyd et. Görüm, uşaq düzgün xatırlaya bilirmi? Yada salsın. Eyni zamanda təfəkkür. Təfəkkür nədir? Təfəkkürdə görürsünüz, bir neçə detalın müxtəlif olduğu şəkillər arasındakı fərqləri soruşun. Tutalım, eyni əşyalarda müəllimlər. Eyni əşyalarda fərqli detallar əlavə olunub.
təbii ki, xüsusiyyətlərdə əlavə olunacaq kiçicik hissələr var ki, onun fərqlərini, görürsüz, fərq deyirik. Oxşar və fərqli cəhətlər dediksə təfəkkürdür. Deməli, tədqiq etmə deyiriksə, yəni tədqiqat aparmaq nədir? Uşağın analiz etmə bacarığı. Bax, bugün uşaq iki əşyanı verirsiniz uşağa. Deyirsiniz, uşaqlar, bu iki əşya arasında baxın, görün, heç fərqli bir əlamət varmı? Uşaq da diqqətlə baxır. Yenə diqqət psixi prosesora adaptasiya olur. Çünki gözümlə baxıram. Və daha sonra artıq beynim düşünür. Beyin düşünürsə, dərin düşünmə, mühakimə aparma təfəkkürdür müəllimlər. Çünki beynim düşünməlidir ki, həqiqətən bu şəkildə görəsən fərq varmı bu iki şəkil arasında və ya da bu əşyalar arasında? Mən artıq başlayıram o fərqləri analiz etməyə, axtarmağa. Axtarmaq nədir? Tədqiqat aparmaqdır. Arayıb, araşdırmaq, tədqiqat aparmaq təfəkkürün, ələxüsus tənqidi təfəkkürün açar sözüdür. Daha sonra artıq arasındakı fərqləri tapıram, qeyd edirəm, fərqləri görüm deyə bilirmi? Fərqli əşyaların yaxşı, indi isə oxşar əlamətlərini necə? Görüm uşaq bilirmi? Əvvəlcə fərqli əlamətini soruşuram, görüm uşaq fərqləndirə bilirmi? Diqqətlə baxırsa artıq beyni düşünürsə, deməli bu uşağın təfəkkürü var. Çünki təfəkkür ona görə ki, təfəkkür şuurlu mənimsəmə psixik prosesidir müəllimlər. Təfəkkür diqqətdən, hafizədən olduqca fərqlənir ki, uşaq beynində onu qurcalayır, beynində onu düşünür, arayır, araşdırır. Dərin düşüncə tələb edən psixi prosesimiz təfəkkürdür. Ona görə də artıq fərqlərini bildikdən sonra müəllim ikinci etapda o həmin əşyaların, indi isə deyir uşaqlar, gəlin oxşar əlamətlərini deyin. Məsələn, televizor və soyuducu arasında hər ikisi məişətdə istifadə etdiyimiz əşyalardır. Bunların fərqi nədir? Gəlin soyuducu və televizor arasında fərqli və yaxud da oxşar əlamətləri qeyd edək. Aha, bax bu kimi. Eyni zamanda təxəyyülün inkişafı. Təxəyyüldə də ki, konkret olaraq təxəyyül gördünüz, bilin ki, yaradıcı bacarıqlardır da, yəni yaradıcılıq gözünüzün qabağına gəlməlidir. Çünki biz təxəyyüldə uşağın, baxın, obrazlı canlandırması deyirik. Uşağın gözünün önünə gəlməsi, daha çox deyirəm ki, məsələn, ya nağılı danışıram, bədii təfəkkür məşğələsində nağılı danışıram və nağılın ardını istəyirəm ki, uşaq davam eləsin. Deyirəm ki, indi gəl nağılın ardını öz beyninin təxəyyülünə uyğun formada danış. Yəni, konkret demirəm, uşaq dursun nağılı olduğu kimi danışsın. Xeyr, sadəcə olaraq deyirəm ki, uşaqlar, bir epizodu mən danışdım, bu hissəni, baş verən hadisələri. Digərini, davamını, məsələn, nağılda danışdığım obraz haqqında, qəhrəman haqqında, nağılın qəhrəmanı haqqında siz necə fikir bildirərsiniz? Siz necə əlavə edib nağılı gəlin tamamlayın, amma öz yaradıcı təxəyyülünüz hesabına, yəni necə tamamlayarsınız? Artıq uşaq başlayır öz yaradıcı bacarıqlarını, öz yaradıcı beyninin məhsulunu düşünərək, gözünün önündə həmin o qəhrəmanı, obrazını canlandıraraq başlayır davam etməyə. Bəli, artıq nağılın ardını sərbəst formada uşaq davam edə bilirsə, deməli bu uşaqda təxəyyüldə inkişaf edir. Görün, mən neçə dənə idrak prosesini inkişaf etdirirəm. Diqqətdir, hafizədir, təfəkkürdür, təxəyyüldür və daha nələr, ən xırdalıqlar psixi proseslər dərsində, psixologiyadan olan psixi proseslər dərsimizdə aydınlıq gətirəcəyik. Bugün sadəcə olaraq məktəbə hazırlıqda idrak proseslərinin inkişafını ümumiləşdirib burada verib ki, yəni bu baxımdan biz bugün deyirik ki, məsələn, bu psixi proseslər baxımından uşağın biz belə deyək, beynini yoxlayaq. Sonra nitq də var. Məsələn, uşaqda nitqlə bağlı tam deyil, müxtəlif söz oyunları oynayırıq ki, uşaq artıq həm nitqi açılsın söz oyununda. Görün, nə qədər müxtəlif sözlər biz istifadə edirik, müxtəlif daha çox əşyaların adlarını qeyd edirik. Sonra həmin sözlər, həmin əşyaların belə deyək də başlığı hansı hərflə başlayır? O hərflə başlayan yeni sözlər gəlin uşaqlar deyək. Yəni bax bu kimi nitqinin stimullaşdırılması. Daha çox deyirik ki, monoloji nitqə yiyələnmək vacibdir. Çünki uşaq monoloji nitq nədir? Uşağın tək başına danışdığı nitqdir. Çünki biz uşaqda monoloji nitqi inkişaf etdirmək üçün deyirik ki, bax bayaq qeyd elədim, dedim ki,
təxəyyüldə dedim ki, nağılı mən danışdım. İndi qalan davam hissəsini siz yaradıcı formada özünüz, öz fantaziyanıza uyğun şəkildə danışın. Amma nitqini inkişaf etdirmək üçün deyirəm ki, indi uşaqlar, mən sizə nağılı danışdım. Siz qulaq asdınız, yadınızda qaldı. Deməli, onun dinləmə bacarığında yoxlayıram ki, görüm uşağın diqqəti məndədirmi? Uşağın dinləmə bacarığı hansı səviyyədədir? Uşaq artıq dinlədikdən sonra artıq deyirəm ki, indi gəlin həmin nağılın və ya da hekayənin qısa xülasəsini mənə danışın. Yəni, qısa məzmununu mənə danışın. Çünki burada məqsədim nədir artıq? Burada artıq məqsədim onun təxəyyülünü yoxlamaq deyil, təfəkkürünü yoxlamaq deyil. Artıq deyirəm, nitqini yoxlayım. Uşaq görüm, dinlədiyini mənə çatdıra bilirmi? Nitqində görüm. Çünki anlayıbsa, başa düşübsə, deməli onu mənə danışıb çatdıracaq. Aha, yəni hə, yox tipli qapalı cavablara belə deyək, qane olmayın. Çünki uşaqdan daha çox açıq tipli, yəni həm suallar verin, açıq tipli cavablar alın ki, qoyun uşaq öz fikrini tamamlasın. Yəni ətraflı danışdırmağa çalışın uşağı ki, onun nitqi açılsın. Yəni nitq bacarıqları. Aha, eyni zamanda tutalım nağılı danışdırırsınızsa, lap məzmun, qısa məzmun istəyirsinizsə, ardıcıllığı gözləməyi və hadisələri təhlil etməyi öyrədin ki, məsələn, ardıcıllıq necə gedir? Məzmun necə gedir ardıcıllıq və yaxud da və burada epizodlarda hadisələrin gedişatı təhlil etməyini öyrədək uşaqlara. Yəni məqsəd budur, yəni. Aha. Yəni bugün belə deyək də idraki proseslər qədər nitqin vacibliyi olduqca önəmli bir faktor oldu məktəbə hazırlıqda. Eyni zamanda yenə burada təfəkkürdən, yəni burada qısa bir qeyd olunub ki, bugün məsələn uşaqlara biz induksiya və deduksiya anlayışı öyrədirik ki, bunu təfəkkürü keçəndə daha dəqiq dərin qeyd eləyəcəm ki, çünki bunu biz birinci inkişaf sahələrini keçəndə ilk dərslərimizdə biz orada idraki inkişaf sahəsində də toxunmuşduq ki, induktiv düşünmə nədir, deduktiv düşünmə nədir? İnduktiv düşünmədə müəllimlər belə deyək də xüsusidən ümumiyə doğrudur. Çünki niyə? Sadalayıram, əşyanın əlamətlərini sadalayıb sonda ümumiləşdirirəm. Yəni görürsünüz deyək ki, bir xüsusiyyətlərinə görə müəyyən bir əşyanı və hadisəni tapmağa çalışır. Uşaq bir xüsusiyyətinə görə müəyyən bir əşyanı və hadisəni tapmağa çalışır. Yəni bunu daha çox biz tapmacada deyirdik, iş üsullarından olan bizim tapmacada deyirdik ki, ən yaxşı tapmacadır ki, çünki induksiya əməliyyatını biz bugün iş üsullarımızda tapmacalarda vermək daha məqsədə uyğundur ki, induktiv düşüncəni formalaşdırmaq. Məsələn, qar yağır, hava çox soyuyur və hava soyuyurkən soyuqdan da hər yer buz bağlayır və qalın paltarlar geyinirik. Gördünüz nə qədər xüsusiyyətlər sadaladı? Aha, çünki bir məfhumla bağlı uşağın bir neçə xüsusiyyətlər sadalaması. Bir məfhumla bağlı, tutalım bir fəsil qış fəsli ilə bağlı, qış fəslinin neçə belə deyək də xüsusiyyətləri burada sadalandı ki, çünki gətirdim sonda ümumiləşdirib qış fəslini verdim və qış fəslinə qədər görün neçə mən sadalayaraq xüsusiyyətlər qeyd etdim. Yəni deməli induktivdə xüsusidən ümumiyə getdim. Çünki xüsusi nədir? Xüsusiyyətlərin sadalanaraq sonda ümumiləşdirməsi. Aha, və xüsusiyyətlərdə bax bunlarda 4 dənə xüsusiyyət halbuki saydım ki, qarın yağması, havanın soyuq keçməsi və nəticədə yerin buz bağlaması və təbii ki, qalın paltarlar geyinilməsi, yəni qış fəslinə ayrı nəticə oldu qış fəsli. Bu oldu bizim induksiyamız. Deduksiya nədir? Deduksiyada artıq ümumi bir qayda artıq veririk müəllimlər. Yəni bunun tamamilə əksidir. Burada ümumiləşdirib sonda qışı verirəm induksiyada. Amma deduksiyada artıq ümumidən xüsusiyə doğru gedirəm. Yəni ümumi bir nəticəni, qaydanı, qış fəslini verib artıq onun əlamətlərini bir-bir başlayıram burada sadalamağa. Yəni uşaqlar, bugün qış fəsli haqqında danışacağıq. Tutalım, qış fəslində hava necə olur? Uşaqlar başlayır, ümumi bir anlayış uşaqlara təqdim edirəm. Başlayıram onlardan o haqda uşağın, belə deyək də, açmasını uşaqlardan istəyirəm ki, başlayın uşaqlar hərə öz fikrini desin və yay fəslini gəlin xarakterizə edək. Hava qızmar olur, günəşli olur, məsəl üçün
tutalım çimərlik mövsümü olur. Hamımız belə deyək, çox belə deyək də nəzik paltarlar geyinirik və yaxud da gəlin uşaqlar yay fəslini xarakterizə edən geyimlər belə deyək sadalayaq, hansı geyimlərdən istifadə edirik? Yəni məqsədim burada nə oldu? Deduktiv düşünməni təmin etdim, deduksiya. Ümumi qayda artıq uşaqlara məlumdur, mövzu nə keçdim, ümumi qayda və həmin ümumi qaydaya aid olan xüsusiyyətləri artıq uşaqlardan tapmalarını istəyirəm. Yəni bu xüsusiyyətləri qoyun uşaqlar tapsın, yəni. Əsas məsələ, yəni ümumidən xüsusiyə oldu deduksiya, xüsusidən ümumiyə oldu induksiya. Yəni bir-birinin əksi deməkdir bu. Aha. Və bir də burada artıq yenə də qeyd olunub, burada tam şəkildə artıq burada verilir ki, məsələn uşaqlara tutalım təxəyyülünü canlandıran tapşırıqlar verin. Məsələn, uşaqlarda görürsünüz deyir ki, uşağa müəyyən bir sual verirsiniz ki, necə bir evin olmasını istərdin? Məsəl üçün, tutalım ki, necə bir şey hazırlamaq istəyərdin? Hansı əşyanı düzəldərdin və o əşyadan necə istifadə edərdin? Harada istifadə edərdin? Aha. Və yaxud da bir nağıl qəhrəmanı olsaydın, tutalım, kimisə necə xilas edə bilərdin? Aha, bunlar hamısı yaradıcı təxəyyül, yəni məhsuludur, yəni yaradıcılıqdır başda, kreativlikdir, yəni estetik yaradıcıdır. Hafizədir, göstəriş şəkillərə diqqətlə bax, yerlərini yadında saxla. Sonra gözlərini yum və hansı şəklin yerini dəyişdiyini de. Bir anlıq yadımda saxlayıb, daha sonra artıq mən yadıma salıb deməliyəm ki, tutalım hansı kartda hansı əşyadır. Görürsünüz, baxın burada tam belə çox gözəl formada yəni verilib bu hissədə ki, uşağın kartlar, şəkilli kartlar bir anlıq baxır, yada salır, sonra həmin əşyanı hansı kartda yerləşdiyini tapır. Aha, və yaxud da hansı kartda hansı əşya yerləşib, yəni belə deyək də, tutalım deyirəm ki, bu karta baxın, burada hansı əşya yerləşmişdi. Uşaq yadına salır. Diqqət. Diqqətdə artıq biz belə deyək də uşağın şəklə diqqətlə baxıb yadında saxlamasıdır. Diqqətin hafizədən fərqi nədir? Diqqətdə uşağın bir əşya üzərində uzun müddət fikrini cəmləməsidir. Çünki uşağın diqqət bilirsiniz ki, qısa olmur. Diqqət uzun müddət baxır, yaddaşında saxlayır ki, belə deyək də onların diqqət cəmləməsi, məsələn deyir ki, şəkildə nəyin çatmadığını tap. Tutalım ki, uşaq puzzle'ları biz verəndə görürsünüz, daha çox diqqət psixoprosesi veririk ki, uşaqda məsələn soruşuq deyir ki, əşyaların yerini yadında saxla. Uşaq şəklə diqqətlə baxıb yadında saxlamalıdır. Yenə diqqətlə baxmalısınız. Amma hafizədə qayıdıb soruşuruq ki, məsələn, diqqətlə bax, yerini yadda saxla, sonra həmin, belə deyək, səndən soruşanda ki, hansı kartda hansı əşyanın şəkli yerləşib, onu bizə de. Artıq xatırlama, uşağın, belə deyək, xatırlama söhbəti varsa, uşaq xatırlayırsa, yada salırsa, bu hafizə olur. Diqqətdə xatırlama yoxdur. Bu qədər müəllimlər, yəni. Bu bizim ümumilikdə, yenə də deyirəm, bunları mən istəmirəm məktəbə hazırlıqda verəm, ağır olur. Bunların hər birini mən psixoprosesləri ayrıca keçəndə verəcəm. Hər birinə aydınlıq gətirəcəyik. Sual varmı?